Arınma gecəsi 1. Yəni o məşhur The Purge. Valla bu filmə baxanda adam beynində tək sual yaranır. Bu arada bu sual hamıda yaranıb. Bundan əminəm. Əsallah, belə qanun olsa, mən sağ çıxaram, yoxsa qonşu ilk 5 dəqiqədə məni doğrayar? Olmadan bilə bilmərik. Başlayaq. Götür çay bu, sigaret ver, kofe ver, kola ver, nəyin varsa da sən bilərsən. Çünki bu film həm əsəbləşdirir, həm güldürür, həm də bizim şəhərdə olsa kimi doğrayardı. Bırakın buyu, ara kaçsana. Duydum lan kardeş. Fantaziyasını yaradır. Başlayaq. Dövlət çıxıb qərar verir ki, ildə bir dəfə arınma gecəsi olacaq. Yəni nə istəsən eləyə bilərsən. Adam öldür, oğurluq, elə qonşunun maşını yandır, amma polis, təcili yardım heç kim gəlməyəcək. Dövlət deyir ki, bu 12 saat ərzində içindəkini tök, sonra rahatlaş. Gələn ilə qədər də heç nə eləmə. Mən baxanda deyirəm, bu qanunu bizim şəhərə qoy. Səhər ayılanda şəhərdə adam qalmaz. Amma yox. Bu filmə baxandan sonra o fikirdən daşınacaqsınız. Əsas qəhrəmanlarımız James Sandin, zəngin, villalı. Adam təhlükəsizlik sistemləri satır. Qapı pəncərə elə bağlar ki, elə bir bunkerdə qalırlar. Arvadı Mary, tipik zəngin arvad obrazı. Uşaqlar da var. Mən baxıram deyirəm, bunlar diblə düşəcək. Çünki filmdə villalı, xoşbəxt ailə görsən, deməli 20 dəqiqəyə hamısı kəsiləcək. Bir də o siqnal var, bu gecə başlayır mesajını verir. Eşidən kimi mən özüm əsəbləşdim. Dedim mən bu səsi qonşunun toyunda eşitsəm, 5 dəqiqəyə 10 nəfər yox olar. Bunlar villanın içində oturub rahat çay içir. Amma uşaq görür kənarda bir zavallı qaçır. Kömək istəyir. Bala uşaq götürür sistemi açır. Adamı içəri buraxır. Nasəmə ordaca söydüm ki, sən ağız vapox, niyə bu sistemi açırsan? Ən bombası bu da. Maskalı dəstə gəlir. Bir hamısı universitetdən çıxıb. Amma üzündən maska taxıb manyaklaşıb. Bir də lider oğlan var. Gülə-gülə deyir ki, bizim haqqımız var. O sığınanı bizə verin. Yoxsa evə girib sizi də doğrayarıq. Mən baxanda səbləşdim. Bu tip bizdə olsaydı, məhəllənin dədəsi ucuya çamağı ona ya da onu çamağa soxmuşdu. Qapılar, dəmir pəncərələr heç nə xilas eləmir. Manyaklar evə girir. Film burada lap qorxunc olur. Amma mən baxanda bir tərəfdən də gülürdüm. Çünki hamı ayrı-ayrı qaçır, gizlənir, tapılır. Amma bunlar evin içində Among Us oynayırlar. Bir nəfər killerdir, qalan da ondan qaçır, ölməməyə çalışır. Ən şok yeri də ki, qonşular. Əvvəl güya biz siz sevir deyirdilər. Sonra məlum olur ki, bunlar da gəlib ailəni öldürməyə. Nə oldu qışqırdım? Belə qonşu var. Gündə salam verir, amma ürəyində deyir ki, kaş sənin evin yaz. Demək istəməsəm də çox var belə qonşular. Başına deməyiblər, yaxın qonşudansa yenə də uzaq qohum yaxşıdır. Axırda ailə bir təhər sağ çıxır, amma 3 nəfər. Atası ölür. Qonşular içəri girir. Ailə bir təhər sağ çıxır. Bunları da sağ çıxardan bilirsiniz kimdir qonşuların əlindən? Uşağın evə aldığı sığınan. Görürsüz, həyat bumerangdır. Yaxşılıq eləyir və qayıdır. Gələk yekuna. Arınma gecəsi 1. The Purge. Baxanda əsəbinlə oynamır. Əsəbinlə futbol oynayır. Həm maraqlıdır, həm də çox bizim qanunlarla doldu. Valla, yenə gecə-gecə oturub bu manyaklığa baxdım. Söyə-söyə baxdım, düzdür, amma Arınma gecəsi. ciddən maraqlı gəldi. Bu hələ bunun birinci bölümüdür. Əslində ikinci bölümlər daha maraqlıdır. Bu da sonu. Bəyəndisə like atın, bəyənmədisə də özür dilərsiniz. Baxmayın.